Baş ağrısı çox insanın gündəlik həyatını pozan bir şikayətdir. Amma unutmayaq ki, hər baş ağrısının səbəbi fərqlidir. Kimi deyir ki, işdən sonra başımda sıxılma olur. Kimi deyir ki, yuxudan ağrı ilə oyanıram. Bəziləri isə oyun tutulmasından sonra baş ağrısı yaşamağa başlayır. Bəzən bu ağrılar sadəcə yorğunluğun siqnalı olur. Bəzən isə sinir sisteminin ciddi narahatlığına işarə edir. Məsələn, miqren, boyun fəqərə problemi və ya stressə bağlı sinir gərginliyi fonunda yaranır. Sıx-sıx təkrar olur və insanda qıcıq yaradır. Mən nevroloq olaraq hər bir baş ağrısına ayrıca yanaşıram və bunun üçün mənim xüsusi yanaşmam var. Neyrodivergensiya müalicə metodu adlanır. Çünki ağrıkəsici dərmanlar sadəcə ağrını kəsə bilir. Amma səbəbi araşdırmaq və kökündən həll etmək həyat keyfiyyətlərini geri qaytarır. Əgər baş ağrısı artıq sizin gündəlik yol yoldaşınıza çevrilibsə, onu susturmayın. Gəlin səbəbini bir yerdə tapaq. Müraciət üçün əlaqə vasitələrimizə yaza və yaxud da zəng eləyə bilərsiniz. Təşəkkür edirəm.